Salam əziz izləyicilərim, kanalıma xoş gəlmişsiniz. Bugünkü videomda şokoladlı peçenye reseptini sizinlə paylaşıram. Çox asan, 10 dəqiqədə hazırlayıb sobada pişirə biləcəyiniz damla şokoladlı, ləzzətli bir peçenye alınır. İlk hazırlayan xanımlar belə bu reseptlə çox asanlıqla peçenye hazırlaya bilər. İndi keçək peçenyenin hazırlanma qaydasına. Bunun üçün ərzaq qabına 2 ədəd sındırdığım yumurtanı əlavə edirəm. Üzərinə 200 ml stəkanın başından bir barmaq aşağı şəkər tozu əlavə edib yumurta ilə şəkər tozunu yaxşı qarışdırıram. Yumurta ilə şəkər tozunu qarışdırandan sonra qaba 100 qram yumşalmış kərə yağını əlavə edirəm. İstəyə görə kərə yağını margarinlə də əvəz eləmək olar. 1 paket 5 qram şəkərli vanil, 1 çay qaşığı da qabartma tozu əlavə eləyəndən sonra bu ərzaqları da biraz qarışdırıram. Qarışdırandan sonra un tökürəm, əvvəlcə biraz qarışdırıram. Peçenyenin xəmiri yumuşaq olmalıdır, ona görə unun hamısını birdən əlavə eləmirəm, hissə-hissə əlavə eləyirəm. Əvvəlcə bir hissəsini əlavə eləyib qarışdırıram. Yenə qalan hissəsini əlavə eləyirəm, xəmir yoğururam. Xəmir üçün 2 stəkan yarım un istifadə elədim, stəkan ölçüsü 200 ml-dir. Unun çəkisi yumurtanın ölçüsünə bir də növünə görə dəyişə bilər, az ya da çox ola bilər. Xəmiri tam sonacan yoğurmuram, elə bir yerə yığandan sonra götürdüyüm 100 qram damla şokoladını xəmirin üstünə əlavə edirəm. Damla şokoladla bir yerdə xəmiri yaxşı yoğururam. İstəyə görə xəmirə yarı ölçüdə damla şokolad, yarı ölçüdə də kişmiş əlavə edib peçenyeni hazırlamaq olar. Mən elə tək damla şokoladla hazırladım. Xəmir artıq hazırdır. Belə gördüyünüz kimi yumşaq, ələ yapışmayan, yağlı, yumşaq bir xəmir alındı. Xəmiri gözlətmirəm, elə keçirəm peçenyeləri hazırlamağa. Hazırladığım xəmirdən videoda göstərdiyim kimi xırda mandarina ölçüsündə kəsib əlimin ortasında yuvarlayıram. Üstündən biraz yastılayıram. Yağlı kağız sərdiyim formaya düzürəm. Peçenyelər bişəndə biraz genişlənir, ona görə bir-birindən aralı məsafədə düzürəm. Peçenye üçün istifadə elədiyim ərzaqların ölçüsünü videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxıb faydalana bilərsiniz. Hamısını hazırlayıb formaya düzəndən sonra öncədən qızdırdığım 180 dərəcəlik sobada 15-20 dəqiqə arası pişirirəm. Peçenyelər artıq pişib hazırdır. Çox yaxşı qabarıb. Çox gözəl peçenyelər alınıb. Bu ölçü ilə 16 ədəd peçenye hazırladım. Amma əgər sayının çox olmasını istəyirsinizsə, xırda ölçüdə də hazırlaya bilərsiniz. Peçenyelerin altı çox yaxşı pişir, qızarır, amma üstü qızarmır. Hazırlanması çox asan olan peçenye reseptidir. Bol şokoladlı, çox dadlı, çay süfrəsinə yaraşan peçenyelər alınır. Siz də hazırlayın uşaqlarınız üçün. Əminəm, çox xoşunuza gələcək. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyən düyməsini basmağı, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.